Bakının Nizami rayonunda 1981-ci il təvəllüdlü İzzət sərxoş vəziyyətdə qonşusu İmrana bıçaqla xəsarət yetirib. Hadisə Keşlə qəsəbəsində baş verib. İzzət qonşusu İmranın evində onunla birlikdə spirtli içki qəbul edib. İmran daha sonra dincəlmək istəyib və İzzətdən evini tərk etməsini tələb edib. Buna görə onların arasında mübahisə yaranıb. Ev sahibi nalayiq ifadələr işlətdiyi üçün İzzət masa üzərindən götürdüyü bıçaqla ona zərbə vurub. İstintaq orqanı tərəfindən İzzətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İzzət özünü təqsirli bilib, Keşlə qəsəbəsində tək yaşadığını deyib. 1997-ci ildə orta məktəbin 9-cu sinifini bitirmişəm. Həqiqi hərbi xidmətdə olmuşam. Yaşadığım məhəllədə bərbər işləyirdim. 2008-ci ildə Gülnarla ailə qurdum, bir qız doğuldu. 2018-ci ildə psixi vəziyyətim qarışdı, heç kimi tanımadım. Məni Məşdağa qəsəbəsindəki psixiatriya xəstəxanasına apardılar. 21 gün orada müalicə aldım. 2019-cu ildə Bərdə rayon məhkəməsinin qərarı ilə arvadımla nikaha xitam verildi. Həmin ildən hər gün spirtli içki içirəm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, İmran onun qonşusudur. Uşaqlıqdan onu tanıyıram. Münasibətimiz yaxşı olub. İmran da ailəsindən boşanıb. Evdə tək yaşayır. 2020-ci ildən İmranla demək olar ki, hər gün ya onun, ya da mənim evimdə spirtli içki qəbul edirik. 2023-cü il sentyabrın 7-sində saat 16 radələrində yaşadığım evin yaxınlığında məhəllə marketə getdim. 250 qramlıq araq alıb evdə tək içdim. Məhəlləyə çıxanda İmran məni evinə çağırdı. Dedi ki, yarım litrlik arağı var. O, bir otaqlı evdə yaşayır. Arağı həyətdə yaşadığımız üzümlə içdik. Saat 19 radələrində ona dedim ki, 250 qramlıq araq alaq. Məhəllə marketdən araq alıb geri qayıtdım. Sonra yenidən araq almaq istəyəndə İmran daha içmək istəmədiyini dedi. Mən mağazaya getdim, araq alıb qayıtdım. İmranın evinin işıqları sönmüşdü. Mən evə girəndə ayağa qalxıb işıqları yandırdı. Onu araq içməyə dəvət etdim. Dedi ki, içmir, daha bəsdir. Mən arağı içdikdən sonra İmran dedi ki, dur get, dincəlmək istəyirəm. Hiss etdim ki, dilim söz tutmur. Ayağa qalxa bilmirəm. Dilim də söz tutmadığı üçün ona cavab verə bilmədim. İmran yaxamdan tutaraq qaldırdı. Məni giriş qapısına tərəf itələdi. Dedim, niyə yaxamdan tutub itələyirsən? Üstümə gəldi, sinəmə yumruq vurdu. Mən də onun yaxasından tutdum, sinəmdən yerə vurdu. Ünvanıma nalayiq söyüş söydü. Masanın üzərində olan mətbəx bıçağını götürüb onun sol tərəfdən kürək nahiyəsinə xəsarət yetirdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, təqsirləndirilən şəxs 2 il 8 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.